Babaş yayımda hündüşkasının çıxartdığı balalarını yerbəyer eləyir və evinə gələn təmizlik şirkətindən danışır. Ən bahalı mərmərin sındırdığını söyləyir. Mən onlardan pulunu ala bilərdim, amma bunu eləmədim. Oy! Karnımız neymiş? Oy Allah! Ay. Atakiri! Oh! Ben onu da ben bastırmışam, uşaqla boy yatıb. Bastırmışam, o çıxartmıyor. Ama bu gün bu çıxartmalıdır. Bu gündən çıxarır. Dur görüm ağıllı, ay hündüşko. Ha, çıxardır. Ya gördün ayağını. Biri yaşlı. Oy boş ne kadar çıxardırıyor. 4 5 6 Bu yaşlı. Kalsın. Gel. Bu yaşlı kurusun olmasın. Karazlar! Ay ben geçemeyeceğim. Allah ki geçemeyeceğim. Balasını götüreceğim diye gönül alardı. Oy! Oy! Oy kaldım burada. Oy! Oy ayağımızı kapattı. Oy ay baş kaldım burada. Askeri. Severme oynatmağın vaxtıdır. Göz kalmışa burada severme oynatırız. Ciddi sesine yaraşır be. Oh. Hündüşka diye uşaqlar, hündüşka balasıdır. Şekercan olmamışdır. Şekercan olmamış. Havası yoktu. Oh. Gel suya olmalı. Bir tane altta kalktı, onu kurusun gelip getireceğim. Sana görün ne kadar çıkardı hündüşka. Üstüm başıma güne düştü ha. Maşallah niye özüm kışı saklayacağım? Saklayıp yükselteceğim. Hündüşka değil mi? Hündüşka pahalı. Bir iş kes kalır. Allah eylesin kişiyi saklayayım. Güzel. Köşede saklayacağım uşaqlar. Bununla balacadır, bir gün çıxıb onlar. O birisi də dünən çıxıb. Gör nə qədər çıxartdı hündüşka. Heç saymadım nə qədərdi. Yo, soyuq olmadı. İstip oldu, bura istidir. Qızaca, altdan istip var, istidir, başa düşürsünüz. Üstünü dökmüşəm. Deyir uşaqlar, moydadırım qırıldı, bax. Deyir ha. Gədə çıxdı onun üstünə. Bir şey kaldı. Gədə çıxdı onun üstünə, vurdu, tap. Getdi. Hündüşkanı göstərmirəm, saymıram. Mən nəfis götürür hündüşkan. Hündüşkan hamar heyvandır.
Qırdı bax, üstü mərmər hamısı qırıldı. Təzə moydadır istəyirəm bura. Güzgü qalacaq. Bir dənə belə qəşəng moydadır. Salam. İnqivator neçəyəm? Sən inqivatoru mənə reklama verirlər. Reklam eləmişəm, verirlər. Allah'a şükür. Bir dənə reklam elədim, 100 nəfər inqivator aldı. Anasını da bastıram da uşaqlar. Yine çay için yedik. Kızın dükkanın açılışıdır. Dedi ki, burada canlılar reklam elə hamı görsün. İndi məni dərdədən izləyənlər də var da. Kuruşkayan olub ki, o kuruşka elə dölü əziz izləyicilərim, yandı bu. Nağarındakı götür. Ən pis çaydandır, bu çaydanımı qoyacağım. Deyir ha. Bu tüyoxlu çaydanımı qoyacağım ora. Onun kimi pis çaydan yoxdur. Mən deyim, siz də bilin. Çox bekarı çaydandır. Qazı sün, çay görürsü qonşum, ki isti qalsın. Lifti tax, verəcəm dədən taxacaq indi. Çay içim gedir. Gazı söndür, yaxşı söndürəcəm. Tez elə. Tetraskilin ver. Niyə eləmiş tetraskilin ver deyəmdə hələ? Yerləri isti olacaq, aparıb yığacam ördəklərin yerinə. Orada kutum var. Kutunun içine lamışkanı sallayacağım. Peşle yandıracağım orada və salam. Nə rahat ol, ben hündüşkanı keşə saxlayıram mən. Onunla sayın deməyim hündüşka nəfis götürəndir. Çünki tezlə xəstələnəndir, tezlə üşüyəndir hündüşka. Hündüşkanın ağzından oynamalısan. Kız taxtın yox ala. Arvaddan çox, niyə bilmirəm ki arvaddan çox? Mənim ördəklərimi, yoxlarımı, hündüşkalarımı kim saxlayır özüm? Hər şeydə bilirəm. 9 dənə də çox idi. Qorgirin, öpürəm. Yox, hələ getməmişəm Bakıya. Gəl məni aldı. Ay qız, sən nətər alım, qadan alım. Mən sən tanımamış, eləməmiş, sən nəyin alım? Bir tanıyaq bir-birimizi, ondan sonra baş üstə. Bu yaz sən niyə belə eləyirsən? Gəl uzansan ayağımın altında. Pərdələrin önündəki şəkildə oldu. Ev çiçək kimi uşaqlar, çiçək. Çiçək, amma balkonu təmizləmədilər. Həyətin hamam tualetini təmizləmədilər. Pilləkəni təmizləmədilər. Gecə saat 5-də getdilər. Elə pis iş görməyiblər. Gəlin özümə konfetdə alın mürəbbəni. Kuruyon kaldı. Ha, dün anlaşmamıştım sanırım. Yok, pul vermedim. Reklama gelmişler Bakı'dan. Reklam elədim də qadınlar bütün ekran kayıtları hamısı onu paylaşır. Hamının qabağına çıxır, tanınır. Cəmaət reklam nə eləsin? Şirkətin tanınsın. Bəni sev atın uşaqlar, hərə özələ gitsin, bəni sev atın. Hələ onlar mənə üstəlik pul verməliydilər. Amma mənə ziyan vurdular, mala gələn cana gələr, kasıb adamlar idi. Bu barədə mənim evim 156 kvadratdır. 150-dən nə eləyir? 156 kvadratı vur 150. Bu dələsin 200 manat. Mənim reklamım 200 manatdır. Burada tanınmış, kütləsi çoxalan, xanımlar baxan izləyici məndədir. Hələ onlar mənə bir üstə pul verməliydilər. Yox, 4-dünü özüm dağıtdım. Özüm deyəndə ki, dağıtmadım, alınmadı.
Oynamaq da istəmirəm. Qadın alım 1 manat 50 bir bateri 200 manatda dedi sənin adından olsa 1 manatdan. Amma remontdan çıxmış ev 1.50-dən təmizləyəcəm dedi. Təmizlik şirkəti. Amma qəşəng təmizləyiblər. Kuxunanın yağı, pəncərə sonrası yağ olmuşdu. Qəşəng siliblər, qəşəng təmizləyiblər. Hamamın tualetin qapısına bax, qəşəng gəldilər, soydular. Pəncərəni qəşəng, qəşəng təmizləyiblər. İndi mənim pəncərəmin arası nədir onun adı? Qoşa pəncərədir deyil. Bax, pəncərəni qəşəng soydular, təmizlədilər. Prosto bax, bu ləkə getmir, bax uşaqlar. Bu da içindən 2 dənə qoşa şüşədir deyil, getmir. Şüşə dəyişməlidir. Evi pərdəni yudular, pərdə ilə yüksək oxuydu. Prosto çox zor aslında deyil, o da budur. Pərdəni yudular. Evi qəşəng, pişikdəki gəlir düz ayağımın altında yatır. Elə qorxuram ki, onun üstünə çıxaram, şey olar. Qazı da söndürüm. Uçqaları gəlib verəcəm. O nədir güllü stəkan? Bunu mənə Samirə xanım alıb göndərdi, izləyəcəm. Ya, güllüdür. Buradan ona da salam göndəririm. Pişiyimi də ki, qəşəng baxıram, bax, uzanır, istəyib, yeyircə yıxılır ora. Dur, hazırlaş, gedirəm hazırlaşmağa da. Hindişka satırsan, yufqadan alım, özüm yeməyimə saxlayıram. Dünən qonağım gəlmişdi. Eldəniz idi, məftun idi. Deyək ha, bu da görünə qəşəng görsənir, bax, yanır. Televizor altım. Evimi sevirəm, evlərimi sizlərin sayəsində. Evlərimi sizlərin sayəsində eləmişəm. Bax, Allah haqqı, hamısı sizlərin sayəsində. Heç bura girib oturmuram. Gedirəm uşaqlar, hazırlaşıram. Güzgümə bax. Oradan. Qəşəkdir mi? Sərqəlidir, ev sərqəlidir. Kümə qalacaq. Uşağıma. Təmizliyi bəndin, hə. Pis deyildi. Əladır, təşəkkür edirəm. Sağ olun qismət. Sizlərə görə olub Allah haqqı. Mən bu otaqda yatırdım, bir dənə burası sıvaqlı, orada da bir dənə qaraqçı qıçındır ki, nədir ya? Heç vaxt unutmaram. İzləyicilərimə görə hər şeyim oldu. İzləyicilərim Allah qorusun, Allah onların nə muradı var versin. İzləyici oldu, hər şeyim oldu. Hə, açacağım canını, PK eləyəcəm axşam. Mənim öyümə baxan qız dükan götürüb, içinə sport geyimləri zadı mal alıb da. Deyir, gəl orada canlı aç, reklam elə. Kasıb qadındır. Halal demirsən, ömür boyu deməlim. Pizzadana bax, izləyici düz yazmışdı. Düz deyir, gör nə qədər düz danışır. Deyir, pizzadana arvad satmır evində. Bəli, düz deyir. Bir dənə arvad satmış. Vəssalam. Hər şeyim var, amma pizzadana arvad satmır. Evin ta hər şey, bu evə ta heç nə alası deyirəm. Pizzadana sunu verilər alacağım. Bir dənə də o qorkanın içində qəşəng xrustal qablar. Bax, qorkalar var, onun içində qəşəng xrustal qablar alacağım. Bir də avantqard pərdəyə deyəcəm, pərdəni dəyişsin. Pərdə ensizdir, bax, ora kimi getmir. Dedi, dəyişərəm. Pərdəmi dəyişdirəcəm avantqard pərdəyə, qəşəng. Dekoru zadı ayrı. En olsun da axıra kimi getsin. Bir dənə onu dəyişəcəm və sonra detisk otağa da bir dənə bəlkə detiskiyə aid bir pərdə alacağım. Arvad eşinə. Arvada deyəcəm, gətirən pulu, tutaq ki, ən aşağısı bir 10-15 minlik, bir 20 minlik bir bu evə, ev böyük evdir. Bu evin içini doldurmalıdır da arvad. Deyəcəm, ona verir, bax, məndən qəşəng zövqü var arvadın, yox.
Hamı sürəyini istəyən ağacdan deyil bu. Bax, kraskanaya da bilərsiniz. Baba texak qoz ağacından olan stoldur. Bundan bahalı heç nə gətirə bilməz. Mən alanda evə dəyərli şeylər alıram. Ucuz şey almıram. Deyirəm alıramsa bir dəfəlik ləyaqlı şey alım. Arvad da heç nə gətirməyəcək. Sadəcə pulu qoysun, gedib ipotekaya getir, Bakıdan ev alaq. Bakıdan ev alım, 2 otaqlı bir evim olsun. Kömək eləyək, əl-ələ verək. İpotekaya götürək, evimiz olsun. Bakıdan da evin olmağı pis deyil. Gedəndə onun evində qalıram Bakıda. Günlük ev tuturam. Bəlkə pulu yoxdur. İşte necə cehiz gətirməlidir. Nə bir səncə qismətdir. Bəlkə yaxşı xanım çıxdı. Görüm ki, Sirkan, xoş gəldin, salam, nətərsən qaqa? Gözəl kefələ. Bəlkə kasıb çıxdı. Kasıb çıxdı, da iş nə? Mağəşə baxsın. Mən də ona əl-ələ verək yaşayaq. Qoçaq xanım olsun, tənbəl xanım olmasın. Yolka, yenilik evimdə keçirməyəcəm, təkəm mən. Təknəyə keçim yolka. Balaca bir dənə xıdmani yolka qoyaram ora və istanam. Mən yenilik evimdə keçəsi deyiləm. Qəbələdə istəyirəm gedim keçəm. Evləniz deyir ki, biraz mən pul qoyun, biraz sən qoy. Hündüşqandan götür, ördək götür, kəsək. Orada kebab eləyək, 2 gün qalaq. 3 gün ya 2 gün. Bu dedim o dolar. Deyir, yarı mən qoyum, yarı sən qoy ev. Mən də dedim, niyə ki, bir reklama desəm, Afrevli evlər doludur. Bir dənə desəm ki, Qəbələdən ev istəyirəm, Afrevli ev üçün. 1000 tut yığacaqlar məni. Dedim, o evi taparam. Bir dənə gəlin, bax, Qəbələyə istəyirəm, yeni ildə Qəbələdə keçirmək istəyirəm, 2-3 günlük. Yəni, reklamda yüksək səviyyədə olacaq, canlı açacağım, video çəkəcəm, evi göstərəcəm, basen ev olsun, çinməyə. Məftun da aparacağım, yaxşı. Yəni eləyəcəm 3 günlük, mən də buradan hündüşqa alacağıq, barbazarlıq eləyəcəm. Yeni ili orada keçirmək istəyirəm, Qəbələdə. Buradan da 1 saatlıq yoldur Qəbələyə. Kimlə? Ay Sirxan, əgər mənə yazırsansa qaqa görə bilməyəcəm, məndə adam çox olur. Yəni, qız gözlə, görə bilmirəm, bırak. Ne oldu? Heç nə. Babaş, necəsən? Sağ ol. Kulyonkalı süfrədir, qəşəng bəzəkli süfrədir bu. Dur ki. Heyf, dörtlü yoxdur, maraqsızdır. Ay valla, neyinlə markadan alım? Bu, eləmirlər o saat. Dur, hazırlaş. Süfrəni alacağım. Süfrəm var idi da. Mənim ailəm yox da. Kimdir mən ailəmlə gedim keçirim? Ailəm kimdir? Mənim ailəm izləyicilərim. Təmizlik şirkəti Bakıdan. Nə olsa onunla qabaq kim təmizlik görsə nə dedi? Dedi ev təmizdir. Dedim ay başa silirəm, süpürürəm, silirəm, qurumunu alıram. Dedim silirəm. Peşkom gedim. Yox uzaqdır. Uzaqdır. Hara getsən ay baboş? Qız qonşum dükan açıbdı. Oranı get canlı açıb reklam eləyəcəm. Xoşum gəldi təmizdən moydadırımı qırdılar. 800 manat MBV-dən mərmərli moydadırım var idi. 800 manat pul vermişdi. Bax anamın qəbrinə and olsun, yediyimiz çörək qırıldı. Oğlan hamamın fortuşkasını təmizləyəndə ayağını qoyub onun üstünə. O da şuruplanıb, bərk şuruplanıbdan da götürməyib də. Oğlan vurdu, gəldi yerə cilik-cilik oldu. Yaxşı ki, hamamın kafeli qırılmadı. Hamamın kafeli qırılsaydı ya da qırğın olacaqdı. Mən təzələn bir də get kafeli aldım. Gör mən nə qədər ziyana saldı. Gör mən nə qədər ziyana saldı. Hələ onunla da maziyək vuru deyil. Hələ bir demir, bir səhvlə oldu. Xanımdan çox razı qaldım. Amma oğlandan xoşum gəlmədi. Bax, buradan istəyir, baxır, baxsın. Oğlan bilsə nə, xanım bilsə nə dedi? Mən onlardan pul almayacaqdım. Mən insaflı adamam. Mala gələn, deyir, cana gələn, mala gəlsin. Xanım dedi ki, yönləşərik. Bilsə nə dedi qayıtdı xanıma? Nə yönləşəcək yaz? Nərdivanı deyir, belə elədi, nərdivan dəydi. Nərdivan nətər o boyda şey, ora dəyib, qurar yerə cilik-cilik ola bilər. Ora şuruplanıb. Denən ayağımı qoydum onun üstünə, tup gəldi yerə. Onu denən, baxan kimi bildik. Evdən üstünə gəlib hamama baxan kimi dedi, görürsən, bura ayaq qoyub, aşağı əyilib. Ayağını qoyub üstünə, qədənin danışığına xoşum gəlmədi. Ona görə də pulum verib, yox, almadım. Dedim, cana gələn, mala gəlsin. Ona görə də reklamı paylaşmıram. Ekran kartları paylaşır da. Paylaşırsız da deyiləm.
Sən gəldin mənə ziyan vurdun. Sən bir onun üstünə çıxırsan, bir nərdivan var ayağının altında. Bir ayağına bax ki, bu bunun üstünə qoyarsan, bu qırılar yoxsa yox. Ona görə paylaşmadım. Paylaşası da öyle. Ta canlıda 13 bin adam vardı. Reklamını elədim. Ekran kartlarım paylaşıb. Orada demişik beyaz. Ta reklamın oldu. Hələ götür mənim evimdə dalaşıqlardı. Kayıtlara bax, bir-birlərinə pis söyüş, qadınlara pis söyüş. Oğlandan xoşum gəlmədi. Amma İradə xanımı çox istədim. Buradan da ona salamlarımı göndərirəm. İradə xanım mədəni xanım idi. Ondan çox razı qaldım. Çünki mənim oydadım qırana dedi yönləşərik. Mən onlardan pul alası deyildim ha. Amma gədə belədir. Nəyə yönləşəcəyik? Əlbəttə ki, yeri gəlsə mənim yerimdə kim olsaydı, dirəşib o pulu səndən aldırardı. Çünki sən qırmısan.